dəfə arxa fonunda özüməm. Çünki bir neçə gün öncə paylaşım etmişdim ki, bu gözəl, çox uyğun qiymətli məhsullar bizdə niyə yoxdur? Var imiş. Və onlar artıq məndədir. Catrice'in bu kolleksiyasını o qədər bəyənmişdim görəndə. Sənə bunun qablaşmasının gözəlliyinə baxın. Başlayaq Catrice'in bu tonal kremindən. Fırçası bu formadadır. Açıq bir tondur. Bu tam olaraq tonal krem kimi deyil də, fluid olaraq gedir. Ona görə bu rəng üzümə uyğun olacaq. Hətta baxın necə uyğunlaşdı. İçində parlaqlıq var. Baxın yanağımda. Artıq parıldamağa başladı. Həm örtücülüyü var, ancaq çox yüngüldür. Hiss olunmur ki, üzünüzə nəsə tətbiq etmisiniz. Kolleksiyada konsiler yoxdur, ona görə də tez konsiler istifadə edəcəm. Hazır. Rənglərin gözəlliyinə baxın. Burada bir dənə krem teksturalı, bir dənə toz, 2 dənə belə parlaq tenlər var. Çox qəşəng teksturası var. Bir damcı götürmüşdüm. Cüzi istifadə eləmək bəs edir. Mənə maraqlı olan budur. Və bu son rəng. Belə parlaq rəngləri çox vaxt mən gözümün bu hissəsini tətbiq edirəm. Belə bir formada kontrastik var. Belə bir başlığı var. Tətbiq üçün əlbəttə fırçaya ehtiyac yoxdur. Tətbiq etmək istədiyim yerləri işarələyim. Çox rahat bir şəkildə yayıldı. Ləkə qoymadı üstə. Belə bir kirşanı var. Kirşanı istəsəniz fırça ilə tətbiq edə bilərsiniz. Süngərlə də əlimizdə dağıdırıq. Çox olanları götürürük. İndi ənlik tətbiq edəcəm. Ancaq burada çox maraqlı bir məhsul var. Bu bir ənlikdir. Krem və toz ənlik. Bu da ənlikdir. Belə ənlik görmüşdünüz. Buna biz ayrıca baxarıq. Rəngi açılır. Var. Çox qəşəng çəhrayı bir tonu var. Üzümdə belə açıq çəhrayı bir ton oldu. Qəşəng bir ton oldu. İsə aydınlat. Catrice söz verir. Bütün paletlərində həm krem, həm də toz məhsullar olacaq. Krem, yüngül, təmiz üzə vurulacaq bir krem parlaqlıqdır. Toz highlighter'a belə baxaq. Çünki bu buna baxılmağa layiqdir. Əladır. Üzərində gecə və gündüz yazılan bir dodaq məhsulu var burada. Burada fırçası da var imiş. İkili dodaq maskasıdır. Gündüz və gecə üçün. Düşünürəm parlaq gündüz üçündür, bu gecə üçün. Xüsusilə tez-tez quruyan dodaqlar üçün yaxşı bir maska ola bilər. Çünki qəşəng nəmləndirdi. Silirik. Konturlayaq. Dodaq boyasının rəngi ilə kolleksiyanın öz rəngindədir. Belə bir şokolad tonu var. Görünən sərt tonu vermir. Çox yüngül bir rəng tonu verir dodağa. Burada saç və bədən üçün sprey də var. Qablaşmasına baxın. Saçda da bu arada çox qəşəng əsir verir. Belə, makyajımı tamamladım yeni çıxan məhsullarla. Ən çox hansı məhsulu bəyəndiniz?